Bu mübarek Ramazan ayında bir Əli de kurban verdik. Hazreti Ayetullahul Uzma, büyük alim, mücahid, şehid rəhbərimiz Seyyid Əli Hüseyni Xameneyi ağanı kurban verdik. Allah Teala o ağanın şəhadətini mübarək eyləsin. Dərəcələrini daha da mütəali eyləsin. İmam Zaman Aleyhisselamın, Hazreti Peygamberin, Əhl-i Beyt imamlarının, Hazreti Zəhranın qonağı eyləsin. O ağanın pak ruhuna ucalı salavat hədiyyə eləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. İslam bayrağının daima ucalmasına göre, İslam ve Müslümanların küfür, nifaq, şirkə qalib gəlməsinə görə, Fələstin müsəlmanlarının qalib gəlməsinə görə, İranda bu günləri, bu acı hadisələri müşahidə edirik. İran xalqının öz düşmənlərinə, bəşəriyyətin düşmənlərinə qalib gəlməsinə görə Peyğəmbər, ali Peyğəmbərə salavat deyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah Teala tezliklə bizi yaxşı xəbərlərlə müjdələndirsin. O yaxşı xəbərlərdən biri də budur ki, şəhid rəhbərimizin oğlu Seyyid Müctəba Xameneyi ağa rəhbərimizin yerinə vəli fəqih postuna seçilib. Allahu Ekber, Allahu Ekber. Bəli, rəhbərimizin yadigarı Seyyid Müctəba Xameneyi bundan sonra müsəlmanların rəhbəridir, vəli fəqihidir. Ta qaib imamımızın zuhuruna kimi inşallah. Allah Teala bizi İmam Zaman Aleyhisselamın zuhuru ilə tezliklə sevindirsin. Və Seyyid Müctəba ağanın da bu rəhbərliyə seçilmə bu gününü o ağaya da bizlərə də mübarək eyləsin. Allah Teala daim ona yar yaver olsun. Pisliklərdən, şərdən, düşmənlərin fitnələrindən qorusun və tezliklə düşmənlərinə qalib eyləsin. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina ve habibi kulubina ve şefi'i zunubina Abil Qasimil Mustafa Muhammed ve ala alihi tayyibin tahirin el ma'sumin siyyama baqiyetillahi fil aradin ve la'netu daimetu ala a'daihim ecma'in. Allahümmel an qətalətə əmiril müminin. Bu gecənin xas zikirlərindəndir. Bar ilaha, Həzrəti Əli əleyhissalam, əmirəl mümininin qatillərinə lənət eylə. Və bir lənət də mən artırıram. Bar ilaha, rəhbərimiz Seyyid Əli Xameneyinin qatillərinə lənət eylə. İnşallah elə lənət içindədirlər. Elə lənəti bugün yaşayırlar. Yəni vücudları, simaları elə lənəti göstərir. Özlərini apara bilmirlər. Bir tüfeyli, fasid insan gəlib, oturub ən qüdrətli dövlətin başında bu zamananın Firavunu
Heç əksər dövlətlərin başçıları da saymır onu. Qəbul eləmirlər. Amma güc onlardadır. Pul onlardadır. Pul da çoxunun dilini güdə eləyir. Ağzını yumur. Qorxuya salır. Ona görə də etiraz eləyə bilmirlər. Elə bilirsiniz, bizim başa düşdüyümüzü bu xalqlar başa düşmür. Bizim gördüyümüzü bu cəmaat görmür, görürlər. Kim azaddır, kim azad insandır, azad şəxsiyyətdir, bir hüveyəti var, bir şəxsiyyəti var, özün pula, paraya satmayıb, Allah bəndəsidir, o danışır. Mərd-i mərdana danışır. İgid bir insan kimi danışır, etiraz eləyə bilir. Amma çoxları bu zalimlərin qabağında susur, dili güdədir. Ya kimlərsə elə onlar kimi günahkardır. Özü onların tayıdır. Onlar xasiyyətdədir. Ona görə onların tərəfini saxlayır. Bu hadisələri biz əyani şəkildə müşahidə edirik. Hamımızın görürük. Bu texnologiya ki, inkişaf eləyib, hardan nə baş verir, səhifəliyə görürük. Sevinəni də görürük. Düşmən tərəfini tutanı da görürük. Dinə düşmən olanı da görürük. Necə ki, o vaxtı Həzrəti Əli əleyhissalamın şəhadətinə görə o qədər sevinənlər var idi. Həzrəti Əli əleyhissalamı müsəlmanların çoxunu vadar etmişdilər ki, o Həzrətə İraq lənət göndərsinlər. Tarixdə bunlar var, yazılıb. Həzrəti Əli əleyhissalam, hansı ki, Həzrəti Peyğəmbərin canıdır, özüdür. Həzrəti Əli əleyhissalamın qılıncı ilə İslam qalib gəldi. Həzrəti Peyğəmbərin ən yaxın köməkçisi, əskəri, sərbazı, Həzrəti Peyğəmbərə, Allah təbarək və təalaya itaətdə hamısından öndə olan, yəni o ki, bu gün söz var, ləbbeyk. Həzrəti Əli əleyhissalam belə idi. Bir tapşırıq gələrdi, birinci Həzrəti Əli əleyhissalam deyərdi ləbbeyk. Ta ora kimi ki, Həzrəti Peyğəmbərin yerində öz canını fəda etmək üçün Leylətül Məbiddə yatdı ki, bu şəhid olsun. Həzrəti Peyğəmbər Allahın o missiyasını, məmuriyyətini sona çatdırsın. Şəhid olmaya hazır idi. Və belədir. Bu ilahi şəxsiyyətlər belə insanlardır. Və minəl mu'mininə ricalun sədəqu ma ahadullaha aleyh. Möminlərdən elə mərd insanlar var ki, ilahi kişilər var ki, Allah Teala deyir, ricalun, yəni kişi, biz deyirik, kişi ol. Allah Teala da deyir. Deyir, möminlərdən elə kişilər var ki, Allahla nə əhd peyman bağlayıb, ona sadiqdir. Əhd peyman bağlamaq özü hər möminin işi deyil. Əhd peyman bağladı, hələ ona sadiq olmaq da hər kişinin işi deyil. Həzrəti Əli əleyhissalam o əhd peymana sadiq idi. Düşünmədən canım fəda edərdi, və belə. Hər an, hər ləhzə. Rəhbər, şəhid Seyyid Əli Xamneyi ağa da belə oldu. Sən deməmiş ki, bu günlərdə də, bizim zamanədə də belə insanlar, sadiq insanlar var imiş. Sübut elədi. Bizə ağır gəlir. Çox cəhətdən ağır gəlir ki, bəs rəhbəri qoruya bilmədilər. Rəhbər gərək özün qoruyaydı. Amma gəlin açıq deyək.
şəhadət özü bir mükafatdır. Bu mücahid insanlara Allah tərəfindən ki, hər kəsə də qismət olmur. Amma bir tərəfdən də şəhid rəhbərin bu şəhadəti bütün bəşəriyyətdə bir vəlvələ yaratdı. Mən demirəm, indi o özün təmizə çıxartmaq üçün ki, bəli, biz gizlənmirik, buna görə şəhid oldu. Yox, bunlar xırda məsələlərdir. Nəinki bunu göstərsin ki, bəli, mən gizlənməmişdim, ona görə gəlin vurun məni. Xeyr, bunlar ucuz söhbətlərdir. Sadəcə olaraq o ilahi səngərdə mərd-mərdanə durdu, çünki vəzifəsi o idi. Vəzifəsi nə idi? Vəzifəsi o ilahi rəhbəriyyət postunda gərək xəyanət eləməsin. Yəni belə deyək, Allahın dinində bir imamət və vilayət mövzusu var. Quran mövzusudur bunlar hamısı. İmamət və vilayət ardıca itaət gətirir. Dində, dini ədəbiyyatda biz itaət kəlməsi eşitmişik. Hamımız. Həmişə də dualarımızda deyirik, Allah itaət və ibadətimizi qəbul eyləsin. İbadət nədir, itaət nədir? Hər bir əbd, abid, Allahın bəndəsi. O vaxt bəndə olur ki, Allaha itaat eyləsin. İtaət özü iki qismdir. İtaətin bir qismi, itaət əvvəl belə deyim, itaət Allahın əmr və qadağalarına əməl etməkdir. İtaət budur. Yəni Allah nəyə əmr eləyib? Baş üstə. Allah deyir, çəkin, nədən deyib çəkin, nədən qadağan eləyib? Baş üstə. Buna deyirlər itaət. Mən ki deyirəm, baş üstə. Bunu indi dilə gətirməsəm də, ruhiyyə bu cür olmalıdır mömində. Yəni həmişə ruhiyyəsi belə olmalıdır, baş üstə. Onda günahdan çəkinir. İtaət budur. Burada bunu qeyd edeyim ki, İslam ümməti də, müsəlmanlar da ona görə bu tarix boyu bu xüsrandadır ki, itaəti doğru düzgün eləməyiblər, lazımı qədər eləməyiblər. İtaət olunmalıdır. Rəhbərdən, imamdan, vəlidən. O itaəti ki, qürbət niyyətinə bağlıdır, yəni o itaətləri ki, orada qürbətən ilallah niyyəti var, ona deyirlər ibadət. Namazdır, orucdur, həcdir, bu qism əməllər, bu da itaətdir. Amma ibadət anlayışında olan itaətdir. Yəni namaz qılmalısan, qürbətən ilallah, Allaha itaat eləyirsən. Allah deyib namaz qıl. Namaz qılırsan niyyətlə. Buna deyirlər, bu əməllərə deyirlər ibadə əməllər. Bir itaət var, onun qürbətən ilallah niyyətinə ehtiyacı yoxdur. Bu mütləq itaətdir. Ona namaz kimi, oruc kimi, həc kimi ibadət demirik, ibadə əməllər demirik. Amma itaətdir. İtaətin dairəsi genişdir. Namazdır, orucdur, həcdir. Bunları da ehtiva eləyir, əhatə eləyir. Amma bir qism əməllər var ki, niyyət etmədən sözə qulaq asmalısan. Bu qism itaətdə Allah, Peyğəmbər və imam. Hər üçü nəzərdə tutulur. Amma o ibadəti ki, qürbət niyyətinə bağlıdır, o yalnız Allaha olunmalıdır. Yəni namazı yalnız Allaha görə qılmalıyıq. Orucu Allaha görə tutmalıyıq. Sədəqəni
xumsu, zəkatı Allaha görə verməliyik. Peyğəmbərə görə olmaz. İmama görə olmaz. İtaətdir. Amma Allaha görə niyyət şərtdir burada. Amma o qism itaəti ki, Allah Teala deyir, vuruşun düşmənlərlə, Peyğəmbərin sözünə qulaq asın. Peyğəmbər nə dedi? İcra eləyin. Abadlıq yaradın. İnsanların əlindən tutun. Həzrəti Peyğəmbər nə göstəriş verdi? Onu qəbul eləyib, Həzrəti Peyğəmbərin sözünü dinləməlidir mömin. Peyğəmbərdən sonra imamın sözünü dinləməlidir mömin. Yəni itaat eləməlidir. Ona görə Allah Teala buyurur ki, Atiullaha və atiur rasulə və ulil əmri minkum. Allah Peyğəmbəri və sizin özünüzdən olan əmr sahiblərinə itaat eləyin. Burada əmr sahiblərindən hər yoldan keçən o rəyasət kürsüsündə oturan şəxs nəzərdə tutulmur. Allah cərgəsində olan, Peyğəmbərin davamçısı olan dinin rəhbəri, yəni məsum şəxsiyyət. Ondan itaat olunmalıdır. Mən yutə'ər rəsul fəqəd əta Allah. Peyğəmbərin itaəti Allahın itaətidir. İmamın itaəti Allahın itaətidir. Hər kəs Peyğəmbərdən itaət edərsə, Allahdan itaət edib. Peyğəmbərdən itaət etməzsə, Allaha itaət etməyib. Nəticədə də Allah bəndəsi deyil. Bunlar biri-birinə bağlıdır. Və ma ərsəlna rəsulən illa liyuta'a biiznillah. Biz nə qədər Peyğəmbər göndərmişük, şərtimiz bu olub ki, bu Peyğəmbərdən Allahın izni ilə itaət edin. Yəni, Peyğəmbərlərdən itaət olunmalıydı. İtaətin digər bir qadağan olunmuş tərəfi də var. O qadağan olunmuş tərəf ayələrdə deyilir. Yəni, yalançılardan, həva və həvəsinə tapınanlardan, aldadanlardan, ondan sonra insanlara zülm edənlərdən itaət qadağandır. Allah Teala deyir, Peyğəmbərə itaat elə, imama itaat elə, vacibdir. O yandan da göstərir ki, kimə itaat eləmə. İndi Həzrəti Peyğəmbər özü də itaat etməlidir. Allaha itaat etməlidir. Allah nə deyib, o da Allaha deməlidir, ləbbeyk. O da Allaha çək deməlidir, baş üstə deməlidir. Həzrəti Peyğəmbər digərlərinə itaət etməməlidir, qadağandır. Məsələn üçün, biraz Allaha itaat eyləsin, biraz da başqaları ilə yola getmək üçün onlara itaat eyləsin ki, onların qəlbini alsın və yaxud da təhlükəni özündən uzaq eyləsin. Allah Teala deyir, olmaz. Qadağandır. Həzrət Əli əleyhissalam Həzrəti Peyğəmbərin yerində olan imam oldu. İndi müsəlmanlar o ağaya, o Həzrətə itaat etməliydilər. Harda xəyanət elədi? Bir qism müsəlmanlar harda xəyanət elədilər? İtaətdə xəyanət eləmədilər. Allah Teala demişdi ki, Peyğəmbərə itaət, ulul əmrə itaət mənə itaətdir. Əgər Peyğəmbərə onun canişininə itaət etməzsə bir mömin, bir müsəlman artıq Allaha itaətdən çıxıbdır. İndi bunu Peyğəmbərin özünə də deyək, imamın özü üçün də deyək. Əgər Peyğəmbər, imam Allahın itaətindən çıxarsa, başqalarına itaət edərsə, o da dindən çıxmış sayılır. Və yaxud da 50-50-yə edə, biraz Allaha itaat edə, biraz başqasına itaat edə, bu da dindən çıxmaq sayılır. İslam ümmətinin başçısı İslam düşmənlərinə itaat etməməlidir.
Yəni İslam ümmətinin rəhbəri İslam düşməninə, yalançıya, zalimə, təkzib edənə, kafirə, müşrikə itaət etməməlidir, qadağandır. Həzrəti Əli əleyhissalam bu cür imam idi. Həzrəti Əli əleyhissalam öz vəzifəsində ta axır dəqiqəyə kimi öz sədaqətini göstərdi. Və minəl mu'mininə ricalun sədəqu ma ahadullaha əleyh. Bu kişilər Allahla nə əhd peyman bağlayıblarsa ona sadiqdirlər. Yəni itaətdə təxəllüf etməzlər, zid getməzlər. Bu vəli fəqih sözünü eşitmişsiniz də? Yəni Peyğəmbərin, imamın yerində hal-hazırda İslam ümmətinə rəhbərlik edən adil və alim müctehid. Mənası budur. İndi bu vəli fəqih ki, Peyğəmbərin və imamın bu qeybət dövründə canişinidir, xəlifəsidir, yerində oturub. Çünki əgər Peyğəmbəri, imamı əvəz edən müsəlmanlar üçün əvəz edən bir alim, adil şəxs olmazsa, onun yerini kim dolduracaq? Ya zalim müsəlman dolduracaq, ya da ki, qeyri-müsəlman dolduracaq. Bu da İslam prinsiplərinə görə qəbul deyil. İndi bu şəxsiyyət ki, Peyğəmbərin, imamın yerində müsəlmanlar üçün ta zuhur dövrünə kimi rəhbərdir. Bunun vəzifəsi nədir? Bu, eləyə bilər dövrünün firavununa itaat eyləsin. Xeyr. Nəyə görə? Çünki bu məqam onu tələb eləyir ki, ya sən Allahı təmsil eləyirsən, əgər ilahi hakimiyyətdirsə, sən Allahı təmsil eləyirsən, ya da şeytanı təmsil eləyirsən. Əgər bir şəxs Allahı təmsil edən bir postda və vəzifədə oturarsa, zəmanənin firavunu, şeytan quruluşunun başçısı gələr deyə ki, sən mənə təslim ol, əgər təslim olarsa, onun artıq Allahın adından danışmaya heç bir ixtiyarı yoxdur. Haqqı yoxdur Allahın adından danışmaya. Bu da olacaq, nədir? Digər o dövlətlərin başçıları kimi bir dövlət ki, o qlobal nizama və rejimə tabi olur, təslim olur və nə deyirlər, o da qulaq asır. İndi şəhid, rəhbər Həzrət Ayətullahul Üzma Xameneydən bu günlər bu tələb olunurdu. İllərdir bu tələb olunurdu. Yəni, ABŞ dövlətinin başında oturan, hansı ki ABŞ dövləti bütün dünyaya hökmranlıq etmə iddiasındadır. Onun tələbi bu idi ki, bir dənə siz qalmışsınız mənə təslim olmayan. Hamısı mənə təslim olub. Sovet dövləti idi, o da dağılıb getdi. Heç kəs qalmadı onun qabağında bir durum gətirsin, davam gətirsin. Bu yandan müsəlmanların da arasında bir inqilab oldu, dövlət qurdular və iddia elədilər ki, bizim hakimiyyət Peyğəmbərin, imamın davamı olan hakimiyyətdir. O qlobal qüdrətlər dedilər, yaxşı evi yox, olsun, Allah hakimiyyəti olsun, vəli fəqih sistemi olsun, nə olur olsun. Biz nə desək qulaq asın. Ad bizim üçün çox mühüm deyil, bizim üçün çox fərqi yoxdur. Biz nə deyirik, qulaq asın. Nə sizə əmr elədik, deyin ki, baş üstə. İndi özümüz insafla baxaq. Hələ
İslam rəhbəriyyətin, ondan sonra bu İran İslam dövlətini, inqilabını kənara qoy. Elə bil heç olmayıb. Sovet dağılandan sonra dünyaya bax. Bu ABŞ bütün dünyanın ağası idi. Dünyada haqq ədalət gətirdi, paçlıq, təmizlik gətirdi, doğru dürüstlük, sədaqət gətirdi, rahat yaşayış və dolanışıq gətirdi. İnsanların hamısı nə istəyir? Bunu istəyir də. Əgər belə bir qüdrət olsaydı, insanlar üçün bunları hamısını qoysaydı ortaya, desəydi ki, pozğunçuluq olmaz, rüşvətxorluq olmaz, yalan olmaz, riba olmaz, içki olmaz. Ondan sonra nələr olmaz. Bunlar olsaydı, bəli, qəbul idi. Amma bu dedi ki, bunların hamısını mən eləyəcəm, bu cür yaşayın. Allahın yolu olmaz. Bunu dedi. Və bu günləri cəmaat hara gəlib çatıb, onlar ki, deyirlər, qorxurlar. Şəriət nədir? Din nədir? Bizi istədiyimiz kimi yaşamaydan məhrum eləyir. Belə deyirlər də. İstədiyimiz kimi yaşamaq istəyirik. Hə, nədir? İçək. Bəs niyə maşında rol arxasına oturanda içmirsən? Çünki bu qədər başa düşür ki, mən içib rol arxasına otursam, mənim üçün təhlükə var. Bunun üçün cərimə tətbiq eləyir ki, içib rol arxasına oturmaq olmaz. Ay zavallı insan, belə deyək. Din sənə deyir ki, sən ki içdin, ağlını itirdin, rol arxasına oturdun, mən sənə deyirəm ki, təhlükə var. Bu təhlükənin dairəsini biraz da genişləndir də. Şəriət budur da. Deyir, sən bunu özün etiraf eləyirsən, iqrar eləyirsən ki, bunlarda təhlükə var. Bu günləri bəzi ölkələrdə o çox iriyənc, pozğun verilişləri efirdən yığışdırırlar. Nəyə görə? Hamısı etiraf eləyir ki, bizim ailəmizi pozur, uşaqlarımızı pozur. Bunu möminlər deyirdi də. İndi gəlirlər, özləri etiraf edirlər ki, bu pozğunçuluq yaradır. Din deyir, eləmə də. Özdə müsəlmanlar daha çox bu işlərə mürtəkib olub, qurşanıb. Hansı ki, öz dinləridir. İndi gəlib bunlara əmr və məruf, nəhyəz münkər eləyəndə bu əsəbləşir bir səfəri. Və sənin dinivi deyirik də. Sən niyə narahat olursan? Şəriət deyir ki, bu qadağalar, o çəkindirmələr dairəsini biraz geniş elə də. Sən özün gəlirsən, deyirsən ki, yox, mən içəcəyəm. Amma filan yerdə içəni cərimə eləyirsən. Yox, narkotika olmaz. Tutursan narkotikaya görə. Din deyir olmaz. Pozğunluq, din deyir dairəsini biraz da geniş elə. Qadın hicabla çıxsın naməhrəmin gözünə. Hicablı olsun. Onun gözəlliyi, zinəti ərinin haqqıdır. İndi məsələn üçün biraz özbaşınalıq. Yox, müsəlman qadını hicab bağlamasın. Yaxşı bağlamasın. Nəticəsi nə olur? Ailələrdə inam itir. Xəyanətlər baş verir. Təlaqlar, boşanmalar çoxalır. Nəticəsi budur da. Deyir ki, qadın, bəziləri belə təsəvvür yaradırlar ki, qaraya büründü, bunlar geri qalıblar. Sonra özü gəlir, deyir ki, nə üçün bizdə bu oğlum üçün qız tapmıram alam? Xarab eləmişik də, təkərimizi deşmişik. Təkərimiz oturub, yeli çıxıb, özümüz xarab eləmişik. Din deyir ki, bunlarda müğayət ol, bu işlərdə müğayət ol, dairəni genişləndir. Sən özün xeyir görəcəksən, sən özün təhlükəsiz yaşayacaqsan, əmin-amanlıqda yaşayacaqsan.
Doğru dürüstlükdə yaşayacaqsan. İndi mən ad çəkmirəm. Bəzi ölkələrdə indi elə bir şey yaranıb ki, qadınlar bilirlər kişilərin zəif yeri nədir. İndi bəzi ölkələrdə kişilərin zəif yeri qadının arxa orqanlarıdır. Gedirlər, böyüdürlər, onu göstərirlər, pul qazanırlar. Deməli, müştərisi var da bunun. Deməli, bunun müştərisi var. Nədir? Bunlar hamısı bu bizim dediyimiz ABŞ rejimi, ABŞ dövləti rəvac verirdi. İndi rəhbərdən bunu tələb eləyirdilər. Tələb eləyirdilər ki, təslim ol buna. Nə deyirik? Qulaq as. Dünyanı bu cür eləməliyik. Rəhbər nə buyurdu? Misli la yubayi o mislə Yezid. Mənim kimisi Yezid kimisinə beyyət eləməz. Beyyət eləsə artıq Allaha itaat etməmiş olacaq və o postu ki, o məqamı ki orada oturmuşdu, o olacaq adı Allah hakimiyyəti. Amma özü nə olacaqdı? Özü olacaqdı şeytan hakimiyyəti və şeytanın bir balaca dəstəsi. Rəhbər burada öz sədaqətini göstərdi. Postuna da xəyanət eləmədi. Müsəlmanlara da xəyanət eləmədi. Və bütün bəşəriyyətə də, insanlığa da xəyanət eləmədi. Şəhid oldu, qan verdi bu yolda. Və bu günləri qəlblər artıq oyanır. Vicdanlar ayılır. Bu budur. Şəhadət budur. İnşallah ki, bu yol davam eləyəcək. Bəşəriyyət əgər ayıldı, insanlar, biz ki bunu deyir ya, insanlar bu qənaətə gəldi ki, Allahın dini bizə xeyir verəcək, ancaq Allahın dini bizə xeyir verəcək. O vaxtı, bəli, bəqiyyətullah, Allahın saxladığı, zəxirə etdiyi o hüccət, o imam gəlməyə bir mənası var. Gəlib bəşəriyyətə bir yol göstərmənin artıq mənası var.